Ağdam rayonunun Sarıcalı kəndinə növbəti köç karvanı yola salınıb. Bu mərhələdə kəndə 34 ailə 141 nəfər köçürülüb. Yenidən qurulan Sarıcalıya köç edənlər Respublikanın müxtəlif yerlərində əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bugün eyni zamanda Xocalı rayonunun Ballıca kəndinə də köç karvanı yola salınıb. Ballıcaya 21 ailə 83 nəfər köçürülüb. Doğma ata yurduma gelirəm. O 29 il yataqxanada qaldım, 6 nəfər bir otaqda qalmışıq. İnna Allah'a şükür ev veriblər, həyat veriblər. İndi gəlirəm öz həyatımda, öz elimdə, ovamda qalan ömrümü davam elətdirməyə. Çox xoşbaxtım, çox sevincliyəm ki, doğma torpaqlarımıza qayıdırıq. Allah prezidentimizin canını sağ eləsin, başda prezidentimiz olmaqla bütün xalqım sağ olsun, bütün ordumuz sağ olsun, şəhidlərimizə Allah rəhmət eləsin. Çox sevinirik, sevincimiz də var, kədərimiz də var, sevincimiz torpağımıza qayıdırıq, şükür Allahın dərgahına. Şəhidlərimizin qana baxasına qayıdırıq. Allah şəhidlərimizin ruhunu şad eləsin, ruhu qabağında baş əyirik. 28 yaşında oradan çıxmışam, cavanlığım orada keçib. İndi 32 ildən sonra qayıdırıq öz kəndimizə, elimiz obamıza, çox sevinirik.